Salamlar, vaxtınız xeyir olsun. Mən Adgüzəl Laçın, insan psixologiyası metodisti. Bəzən ailə qurmağa həddindən çox can atıb səhv seçim edən insanlar olur. Təbii ki, eyni ağılda, eyni düşüncədə, eyni ruh hərəkəti olan insanlar zaman keçdikdən sonra da axır əvvəl qarşılaşacaqlar. Amma həmin insanlar ana baza deyilən bir şey var. O həyat fəlsəfəsini bəlkə də 5 il sonra, 3 il sonra qarşılaşacaq insanlara düzdür, zaman vaxt itsə də yanlış insanla ailə qurmaqdansa elə zaman vaxt itmək daha yaxşıdır. Sem pisdir yanlış insanla ailə qurmaq. Və həmin tez başqası ilə ailə qururlar və nəticədə boşanmaların sayı artır, başsız uşaqlar cəmiyyətdə kiçik yaşlarından yetim formatında böyüyürlər və nəticə etibarilə də həm özlərinin xəyalları, arzuları puç olur, həm də övladları yiyəsiz qismində böyüyür. Və nəticə etibarilə bir insandan həqiqətən o deyil kimi hissiyat alırsansa uzaqlaşmalısın. Əksi təqdirdə sənin həyatın puç olacaq, sən pis olacaqsan, sən səhv addım atıb yanlış olacaqsan. Ona görə ən azından 5 dəfə, 10 dəfə, yox yeri gəlsə 100 dəfə düşünməlisən. Həyatın gedir.